Salam yoldaşlar, bugün son adım deneme 3 ilə davam edirik. Haydi başlayaq, mətkəyə suallarımız gəlsin. Birinci sualımız. Buradan budaqlı bölmədən inirdik. Deyirdik ki, bunların ikisini bir-birinə vurub, üstünə qalıq gəlsin. Yəni A bərabərdir, 4 vurulsun B, üzərinə gəlinsin bu qalıq 25 yazmaq olar. Bir də bunda gözləyək ki, həmişə bu B qalıqdan böyük olmalıdır. Kənara da bir yazmaq lazım ki, B 25-dən böyükdür. Yəni 26 ola bilər, 27 və s. Eyni şey bunun üçün də yazırıq. B bərabərdir 8C, üzərinə gəlsin 3. Belə bir sxem qururuq. Burada da eyni qayda ilə 8 3-dən böyükdür, bir problem yox. Deyir ki, A-nın ən kiçik dəyəri, A-nın ən kiçik dəyəri elə B-nin ən kiçik dəyərindən başlayır. Prosto burada C-ni verməyin nə anlamı var? Biz birbaşa tapa bilirik. B-də C-yə bağlı olsun, lap yaxşı. Gəlin belə bir şey eləyək. B-nin qiyməti, ən kiçik qiymət 26 götürək. Görək burada ödəyirmü? C-də tam ədəd olmalıdır. Heç biri kəsirdə ola bilməz. 26 qoyaq. 26 bərabərdir 8C plus 3-dən. 8C bərabər olur neçəyə? 23-ə. Bu çıxmaz. Onda biz 26 yox, gəlin 27 götürək. Bura 27 yazsam. 27-dən 3-ü gedər 24. 24-də 8-ə bölmək olaraq C-si olur 3. C3 sonunda getirib burada A-nı hesablayaq. A da bərabər 4 vurulsun. B-nin yerinə bunu yazmışdıq. 27. Üzərinə gəlsin 25. 28, 108 edir. Səhv eləmirəmsə 80 oradan, 28 oradan. Bəli, üstə gəlsin 25. Bu da verər 133. B variantı. İkinciyə baxaq. Faktoriallarda ortaq vuruq çıxartmağa gedirik. Eyni 17 faktorialı götürsək, mötərizədə qalar 1, üzərinə gəlsin 18. Məxrəci də 16 faktorial vurulsun 19 kimi yazsaq. Burada zaten 19 edir. Bu 19'lar ixtisar gedər. 17 faktorialla da 16 faktorial ixtisar gedir. Bunun da yerində 17 qalır. Yəni cavabımız olur 17 C variantı. Üçüncü sualımız. Uşaqların ən çox qarışdırdığı budur ki, mən bunu 5-də 2 kimi baxım, yoxsa 3-də 5 kimi. Bunun mənası toplama çıxmanın simmetrikində olan nədirsə bizim kəsir xəttimiz odur. Yəni əslində misal bizdən bunu istəyir. 3 bölü 4 çıxılsın, 2 bölünsün 5 bölü 3 deməkdir. Əslində bu yazılış budur. Vurulsun 3 tam 3'də 1. İndi gəlin bunu hesablayaq. 4'də 3 çıxılsın 2 vurulsun bunun tərsi. 5 aşağıya 3 yuxarıya. Vurma bölmədə də düzgün olmayan kəsirə çevrilir. Olur 3'də 10. O da bərabərdir. 4'də 3 çıxılsın 5'də 6. Vurulsun 3'də 10. Bu da bərabərdir. Eyni məxrəcə gətirsək 20. Buna 5 gəlsin. Tamamlayıcı buna 4. 5, 3, 15 çıxılsın 24. Vurulsun 3'də 10 yazırıq. Bir ixtisarlarımız geçsin. Burada 2 qalsın. Bu da bərabərdir. 2-ni çevirək. Məxrəcimiz 6. Sürətdə də 15-dən 24 çıxanda mənfi 9-da burada qalır. Mənfi 9-dan da 6 ixtisar geçsin. 3, 2. Yəni mənfi 3 bölü 2'miz B variantı. Keçək 4-cü sualımıza. Burada da parantezləri birincisi ayrı-ayrı hesablayırıq. Yəni 2'də 1 qalsın, çıxılsın 4'də 1 vurulsun. 3'də 1-dən 4'də 1 çıxanda onsuz da 12'də 1 eləyir. Çıxılsın 3'də 1 vurulsun. Burada da 2'də 1-dən 3'də 1 çıxanda 6'da 1 eləyər. Buradan bir ixtisar görmürük. O da bərabərdir. 2'də 1 çıxılsın. 12, 4, 48'də 1 çıxılsın. 6, 3, 18'də 1. İndi ortaq məxrəc götürmək lazımdır. Ortaq məxrəc də 48 6-ya bölünür. 13'ə amma bölünmür. Eyni məxrəcdə 48 vurulsun 3 götürmək olar. Bura nə qalır? İkisi geçsə 24 vurulsun 3 buradadır. Buna 3. Buna da deməli 6'ya bölsək, 3'ə də bölsək 8'də buradan qalır. Deməli 24 3'ə vuraq 72, çıxılsın 3, çıxılsın 8. Bunu da hesablasaq 72'dən 11'i getsə qalır 61. Aşağıda 8, 3, 24, 4, 3, 12, 2, 144. O da Y variantı. Keçək 6-cı sualımıza. Burada da kəsrləri açsaq, silinmələr gedəcək. Yəni eyni məxrəcə gətirməyək. 5'də 1, çıxılsın 5'də 1, çıxılsın 7'də 1. Digər də olur, çıx 5'də 1, üzərinə gəlsin 7'də 1, üzərinə gəlsin 4'də 1. Burada silinmələr 5'də 1'lər gedər, 7'də 1'lər gedər. Sonda qalar 4'də 1, çıxılsın 5'də 1. Bu da olar 20'də 1. Yəni C variantı. Keçdik 6-ya. Qüvvətdən enirik, ortaq vuruq çıxardaq. Birincisi, tək dərəcə mənfiyə təsir eləmir. Elə mənfi 9'un kubu çıxılsın 9'un kubu yazarıq. Aşağıda 3 üstü 4, amma cüt dərəcə mənfiyə təsir edir. Üzərinə gəlsin 3 üstü 4.
Yuxarıdan elə 9-un kubundan 2 dənədir. Mənfini saxlayıb 9-un kubu vurulsun 2 yazmaq olur. Aşağıdan da 3 üstü 4-dən 2 dənədir. Toplayanda sayına vururduq. 9-u da gəlin 3-ün qüvvəti kimi yazaq. Bu ikilər ixtisar gedir. Mənfi 3-ün kvadratının kubu. Bu da elə 3 üstü 4. Bu da bərabərdir. Mənfi yenə qalır. 3 üzəri 6 bölünsün 3 üzəri 4. Böləndə də üstləri çıxırıq. Olur ki, yəni mənfi 9. B variantı. 7-ci sualda qüvvət. Gəlin hər ikisinin elə birincinin 3-ün qüvvəti kimi göstərir. 27-də 1 nə deməkdir? 3 üstü mənfi 1. Hələ ki bu 3 üstü mənfi 3 daha doğrusu. Mənfi qalır. Mənfi 3-ün üstündə mənfi 3. Onun da üzərində mənfi 3-də 1. İndi bu silinmələrə baxaq. Bununla bu ixtisar gedər. Qalar mənfi 3-ün üzərində mənfi 1. Daha doğrusu müsbət 1. Bu mənfiləri də bir-birini aparırıq. 3-ün üzərində tək dərəcədən 1 elə özü qalır. Yəni mənfi 3. B variantı. Burada kəsrlə yazaq. Yəni 3-də 1 üzərinə gəlsin 3. Aşağıda 3-də 1 üzərinə gəlsin tərsi. 3 üstü mənfi 1, 1 bölü 3-də 1 kimi 3 olur. Bunun üzərində mənfi 2. Bu da eyni şeydə ixtisar gedir. 1-in üstü mənfi 2. 1-in də üstünə nə yazırsan yaz. Yenə cavab 1 olur. D variantı. 1-in bütün qüvvətləri 1-dir. 9-cu sualda ortaq vuruq çıxardıq. 4-cü dərəcədən 3-ü götürərəm. Qalar mötərizə içində 1 üzərinə gəlinsin. 4-cü dərəcədən 48 3-ə böldük 16. Aşağıda da 4-cü dərəcədən 243-ü 81 vurulsun 3 kimi parçalayaq ki, kökdən bir şeylər çıxsın. 4-cü dərəcədən 3 qalır. Mötərizənin 3 olur. 1 üzərinə gəlinsin 2. Aşağıdan da 81-dən 3 çıxır. Vurulsun 4-cü dərəcədən 3 də içəridə qalır. Bu 4-cü dərəcələr ixtisar gedər. 1-in üstə 2 gələndə 3 üstəndə 3 ixtisar gedir. Sonda qalır 1. C variantı. Sonra keçək 10-cu suala. Kök altında 3-ü çıxardırıq. Qalır 1 üzərinə gəlsin kök altında 9 üzərinə gəlsin kökün altında 25. Ki bunlardan da rahat kök çıxarda bilərik. Aşağıdan da kök altında 3-ü götürsək. Qalar kökün altında 16 üzərinə gəlinsin. 3-ə də bölsəm 36. Bu da bərabərdir. Kök 3-lər ixtisar getsin. 1 üzərinə gəlsin, 3 üzərinə gəlsin 5. Aşağıda 4 üzərinə gəlsin 6. 10 bura, 9 da bura. 0-da 9. Elə D variantı. Adi kəsirlə saxlayıb. 11-i müxtəsər vurmaya görə formula ilə açsaq nə olur? Kök 3-ün kvadratı 3 çıxılsın hasilinin 2 misli. 2 kök 15 üzərinə gəlinsin. Kök 5-in kvadratı 5 üstə gəlsin 2 kök 15. Plus 1. Bu kök 15'ler gedər. 3 üstə 5, 8-dən də 1 toplanar 9. C variantı. 12-də. Neyini? Gəlin bütün sıranı 12'ye vuraq kəsirdən çıxsın. Kəsirlərinin işləmirik. Buranda 12'ye vururuq. Buranda 12'ye vururuq. Onda nə olur? Bunlar ixtisar gedir. 3 vurulsun 3x çıxılsın. 4 vur 1 kiçikdir. X vurulsun 6 üzərinə gəlsin. 8 vurulsun 4. Yəni 9x çıxılsın 4, kiçikdir 6x, üzərinə gəlsin 32. X-ləri yan-yana atsaq 2x olur bu tərəfdə, 32 ilə də 4 toplanır, olur mənfi 36. X da böyükdür mənfi 18-dən. Mənfi 18-dən başlayır arta getməyə. Ən böyük qiymət deməyində bir problem var. Bu sual düz olmur uşaqlar. Bunun minimum qiymətini istəyə bilər. Minimum qiymətimiz, bir saniyə baxın. Hədə mənfi 18-dən arta gedirsə minimum qiyməti mənfi 17-dir. Sonra mənfi 16 müsbət sonsuza qədər gedəcək. Bu sualın bu ən böyük deməyində problem var. Düz olmur. Cavab minimum istəməlidir. 13-ə keçək. Bütün sıranı yenə 6-ya vura bilərik. Tamları istəyir zaten. Ya da gəlin eyni məxrəcə gətirək. 6-ya vuranda da elə eyni şey olur. 6-ya vursaq bütün sıranı 6'ya vururam. Ne olur? Mənfi 3, 3, 9 kiçikdir 6x. O da kiçikdir 4'ə. Belə bir şey. X'in yerinə hansı tam ədədlər qoymaq olar? Toplamı kaçdır? Birincisi. Heç buna da ehtiyac yox. Ədəd oxumda göstərmək olar. 0 buradadır. Bu aralığı göstərmək istəyirəm. 3'də 2 buradadır. 1'dən kiçik bir şeydir. Mənfi 2'də 3'də mənfi 1'i aşan bir şeydir. 1,5'də axı mənfi 3 bölü 2 buradadır.
Mənfi 2 də burada. Yəni bizim aramız mənfi 3-2-dən ta ki müsbət 2/3-ə qədərdir. Burada arada neçə dənə tam ədəd görürük? Mənfi 1-i və 0-ı görürük. Bunların da toplamı mənfi 1 plus 0 elə verər mənfi 1. C variantı. 14-də bu modulları açmaq üçün yoxlayaq görək müsbətdirmi, mənfidirmi? Bu kökün altında 9/2 18-dir. Bu kökün altında 16-dır. Bu isə müsbət. Bura kök altında 25'dir, burası kök altında 72'dir. Deməli bunun cavabı mənfidir. Digəri də 81/2 162, digəri kök altı 49. Bu da müsbət. Bu yoxlama hissələrini silim. Müsbətsə olduğu kimi açırıq. Yəni 3 kök 2 çıxılsın 4. Amma mənfi olanda o mənfi sürüşür qarşıya. Plusa çevrilir. 5 çıxılsın 6 kök 2. Müsbətsə elə olduğu kimi üstə gəlsin 9 kök 2 çıxılsın 7. Kökkilərə bir baxsaq 3, 6, 9. 12-dən 6 gedir, qalır 6 kök 2. Ədədlərə də bir baxsaq 4, 5, 7. Buradan 1, mənfi 6. 6 kök 2 çıxılsın 6. B variantı. 15 2 dənə fonksiyonumuz var. Buna görə F20-ni tapın. Bu bir müddətdən başlayıb arta gedəcək. Məsələn, x-a 1 verib başladıq. X bərabər 1 olsa F1 bərabərdir 1 üstə gəlsin F2. Sistem tənliyi gəlir bir növ. X-a 2 versək F2 bərabərdir 2 üstə gəlsin F3. Nöqtə nöqtə bir də x-in yerinə gəlin 19 verək ki F20-də bitsin. Onda yazırıq ki F19 da bərabərdir 19 üstə gəlsin F20. İndi fikir verək uşaqlar. Burada bir sistem tənliyi kimi baxsaq. Tərəf-tərəfə toplayanda burada soldan sağdan silinmələr gedir. Baxın 2-lər, 3-lər. Belə-belə 19-larda gedəcək. Yəni qalacaq ki F1 bərabərdir 1, 2, 3, nöqtə nöqtə 19 cəmi. Bir də üstə gəlsin bu F20. Birdən də 19-a qədər biz bu sıranı hesablaya bilirik. Axı, bunu da kənarda S-cəm düsturu ilə hesablasaq. Birinci üstə gəlsin axırıncı. Bölünsün 2, vurulsun sayda 19 dənə. Bu da eləyir 190. Yəni bunun cavabı 190 imiş bu toplam. F1-də vermişdi 20. Gətirib yerinə qoysam, onda yazaram 20 bərabərdir 190. Üstə gəlsin F20. F20'miz də olsun mənfi 170. Bu da Y variantı. Keçirik 16-ya. Burada bir tərslikdən söhbət gedir. Bizdən istədiyi bu da F-in tərsində içəridə J1. Görək J1-i hesablaya bilirikmi? Bəli. Gəlin hesablayaq. J1 nə deməkdir? X-in yenə 1 qoyursan 3 üstə gəlsin 1 oldu 4. Yəni F-in tərsində bizə 4 lazımdır. Sonra F-in içində Jx bu fonksiyonu bir kənara yazaq. F içində Jx bərabərdir 6x minus 3. J-nin də cavabı var axı. Bu mötərizəyə köçürmək olar. Onda F-in içində 3x plus 1 bərabərdə 6x çıxılsın 3-ə. Amma bizə burada F-in düzü yox, fikir verin tərsi lazımdır. Onda iç çöl yerini dəyişir. Gəlib kənarda yazmalıyıq ki F üstü mənfi 1. Burada bir yer dəyişmə baş verəcək tərsliyə gedəndə. 6x minus 3 parantezin içinə, 3x plus 1 isə xaricə çıxır. Buradan da yazaq ki F üstü mənfi 1 də 4 bərabər sual. Belə olanda nə deyirdik? Hər ikisi tərs funksiyadırsa, içini içinə, çölünü də çölünə bərabər edirik. Yəni, 6x minus 3 bərabər 4-ə, 3x plus 1 də bərabərdir suala. Buradan x-i hesablasaq, 4, 3, 7 bölü 6. Gətirib burada yerinə qoysaq, sual da bərabərdir. 3 vurulsun 7 bölü 6, üstə gəlsin 1. Yəni, bu da ixtisar geçsin. 2-də 9. Y variantı. Qəşəng sualdır. 17-yə baxaq. Burada da birincisi millət. Mötərizənin parantezin üstündə mənfi 1 varsa yer dəyişmə baş verir. J sonra F yazırıq. İçində 2x plus 3. Bir dənə də bir şey fikir verək ki, F-in üstündə olsa mənfi 1 vardı, o mənfi gedir. Amma J-nin üstündə mənfi 1 qalır. Bərabərdir 3x minus 2. Misalın bizə verdiyi bu. Sonra neyiniyək gəlin? Misalımız düzləşsin deyə içi ilə çölün yerini dəyişək. Day o J-nin üstündə mənfi olmasın. Çünki bizdə J-nin tərsini istəmir axı. Yazıram J-nin içərisində 3x minus 2 bərabər imiş F-in içində 2x plus 3-ə. Sonra J7 lazımdır deyə gəlib baxırıq. Burada x-in yerinə nə qoysaq 7 olar. Məsələn 3 qoysaq. X bərabərdir 3 olsa onda olur.
J'nin içində 7, yəni bu x-a da qoyursan, bu x-a da qoyursan. F-in içində 3, 2, 6 üstə də 3 gələndə 9-a. Yəni bizə F9 maraqlıdır. F9'u da hardan tapaq? Bundan tapaq. Yəni bir dənə də kənarda yazaram ki, F9 bərabərdir 5 vurulsun 9 üstə gəlsin 4. Bu da eləyər 49. Yəni yekun cavabımız burada 49-dur. D variantı. Qrafikdən qiymət seçək. F-9 nə deməkdir? X -9 olanda y 0-dır. Deməli bu nöqtə olur bərabərdir 0. Üstə gəlsin F-3. X -3 olanda amma həmin y 6 olur. F0 nə deməkdir? X0 yəni y oxunun üstündə olan nöqtə. 0, 4. Y olur 4. Aşağıya düşürük F2. X2 olanda y 0'dır. F8. X 8 olanda bunun da y 0'dır. F5. X'imiz 5 olanda y'imiz -5'dir. Çıx -5 kimi. Bunu da hesablasaq 10/5 verər bizə 2. C variantı. 19-cu sual. Deməli, buradan bir sadələşmə geçsin. F'in tərsində J2, üzərinə gəlsin J'nin tərsində 5. Aşağıya düşürük J'nin tərsində F2, F'in tərsində 3. %90 hallarda deyirik məsləhətdir ki, gəlin bu düz xətti ortaya çıxardaq. İndi görək bizə lazımdırmı ya yox. J2 nöqtəsində nə alır? Gəlin, baxaq, J bu çəhrayı fonksiyon olsun. J2-də x2 olanda y-ə denk gələn bu nöqtəni bilmirik. Məsələn, A olsun. Çaşdırmayaq heç sözümüzü. Yazıram, bərabərdir. F-in tərsində A. Üstə gəlsin, J'nin tərsində 5 o deməkdir ki, y-in 5 olanda x-in nədir? Y-imiz 5 olanda x-imiz 0-dır. Gətirib bunun yerinə 0 yazırıq. Düşürük aşağıya F2. F2'də mavi qrafik olsun bu da. Bu da F2. F2'də eyni yerə gəlir. Yəni bunun da y A olur. Gətirib yazırıq ki, J'nin tərsində A. Üstə gəlsin F'də 3. Yəni bu mavidə 3'ü biz görürük tərsində. Y-imiz 3 olanda x-i görürük 2 nöqtəsidir. Bunu da davam elətdirsək nə yazacağıq? F'in tərsində A. Yəni bu mavi qrafikdə A olanda nəyə uyğun gəlir? Bir dəqiqə o 3'ü və yaxud səhv yazdım. Elə ki, onu bir düzəldək. Orada bir səhvlik getdi. F'in tərsində 3, y-imiz 3 olanda, indi bu nöqtənin üstündə də axı x 0, y 3 olan nöqtədir. Yaxşı gördüm onu. Bunu 0 düzəldək. Davam edirik. F'in tərsində A. F hansıydı? Mavi olan idi. Tərsində A. Yəni y-imiz A olsa uyğun x nöqtəsi 2'dir. Bura düşür 2. Aşağıda da J'nin tərsində A. Yəni çəhrayıda y-imiz A olanda x-imiz 2 olur. Bu da düşür 2'ye. 2/2 verir bizə 1. B variantı. Sonra 20'ye keçək. İşləm sualı. Buradan yaxşı olar ki, işləmləri bir tərəf-tərəfə yığaq. Belə saxlamayaq. Çarpaz vuranda nə olur? 3 vurulsun A ulduz B bərabərdir. 3A plus 2B vurulur bir dəfə buna A ulduz B'yə. Bir dəfə də çıxılsın 3 vurulur ora. Yəni 3, 3, 9'a çıxılsın 6B kimi. Sonra bu ulduz olanları gəlin yan-yana keçirdək. Yəni necə? 3 vurulsun A ulduz B çıxılsın 3A plus 2B vurulsun A ulduz B bərabərdir -9A. Burada heç gərək vurmayaydıq 3'ə. -3 ortaq vuruq çıxardıq yazaq. -3 vurulsun 3A plus 2B kimi ki, bəlkə ixtisarlar gedər. Buradan da A ulduz B'ni ortaq vuruq çıxardıq. Baxın, A ulduz B'miz ortaqdır. A ulduz B'ni götürəndə qalır mötərizədə 3 çıxılsın 3A çıxılsın 2B bərabərdir. -3 vurulsun 3A plus 2B. Buradan da A ulduz B'ni gəlin hesablayaq. Yəni A ulduz B'miz də bərabər imiş kəsir xətti yuxarıda -3 vurulsun 3A plus 2B. Aşağıda da bu ifadə. Yəni 3 çıxılsın 3A çıxılsın 2B. İndi buna uyğun olaraq da 2 ulduz 3'ü hesablamaq olar. 2 ulduz 3 də bərabərdir. A'ların yerinə 2, B'lərin yerinə 3 qoyuruq. -3 vurulsun 3A. 3 vur 2 6 üstə gəlsin 6.
Aşağıda da 3 çıxılsın. 2, 3, 6, 2, 3, 6. O da bərabərdir. Sürətimiz olur -3 vur 12. Məxrəc də -9 kimi. İxtisar eləsək, burada qalır -3, daha doğrusu müsbət 3, 12-ni 3-ə böləndə 4. Yəni D variantı. Keçdik 21-ə. Burada nədir? Ortaq vuruq çıxardarıq yəqin ki, sadələşdirilmiş halını istəyir. 2 plus n-ləri buradan ortaq görürük. İlk bu hissələrə baxaq, gəlin. Buradan m plus 2-ni götürəndə parantezdə qalar m çıxılsın 1, çıxılsın m. Sonra bu hissələrdə 1 ortaq götürək. Oradan nəyə görürük? N-i götürürük. Amma onu açanda silinmə gedər. Heç yeriniz olsam, elə bunun yerinə davamda yazaram plus nm çıxılsın n kimi ki bu nmlər eynidir, gedər. Buradan bir dənə mənfi n qalar. Çıxılsın n. O da bərabərdir. Bunun öz içində m'lər gedir. Qalır -1 vurulsun n plus 2 çıxılsın n. Mənfiyə vurub açsaq mənfi n çıx 2 çıx n. Mənfi 2 n çıxılsın 2 olar. D variantı. 22-yə gəldik. Burada bir formula var. Müxtəsər olma düsturu. A kök altda A-nın kvadratı. Kök A çıx B vurulsun kök A plus B formulası ilə yazırıq. Bərabər 24. Sonra deyirik ki, bunun plusunun cavabı var axı. Bura 4-dürsə, onda kök A minus B də bərabər 24 4-ə bölsən 6. İndi bu iki dənə hissəni gəlin alt-alta sistem kimi yazaq. Kök A plus B'si 4-dür. Kök A minus B'si də 6-dır. Bizə A lazımdır. Onda tərəf-tərəfə toplayaq. Bu B'lər geçsin. 2 dənə kök A bərabərdir 10-a. Kökün altında A bərabərdir 5-ə. A da bərabərdir 25. B variantı. 23. Burada. Bunun əslində belə bir şey eləmək haqqımız var ki, aşağıları bir, yuxarıları bir toplayaq. Amma 6 dənə hərf olanda deyirdi ki, birin o birisinə bağlı. Məsələn, A-nı D-yə, D, Y, F cəmin görməyəcəyik. A-nı D ilə bağlasaq, yəni A bölü D bərabərdir 6 bölü 7 ki, görürük ya. Bunu çarpaz vuranda nə olur? A-mız olur 6D bölü 7. Eyni qayda, ancaq üstəkilərlə gedirəm. Onda B-miz olacaq 6Y bölünsün 7. C-miz də olacaq 6F bölü 7. Bu tapdıqlarımızı A-nı, B-ni, C-nin qiymətini gətirək. Burada yerinə qoyaq. Onda nə görürük? 3 vurulsun A-nın yerinə 6D bölü 7. Çıxılsın 5 vurulsun B-nin yerinə 6Y bölü 7. O biri də 4 vurulsun C-nin yerinə 6F bölü 7. 3D çıxılsın 5Y, üstə gəlsin 12XF, bərabərdə 6 bölünsün 7. Bunu da yazandan sonra gəlin çarpaz vuraq, tənasüb qaydası ilə. Nələr görərik onda? Bir dənə bu hissədən yer ayıraq. Buradan da bu 7-lər ixtisar gedir, məlum məsələ. 18D çıxılsın 30Y, üzərinə gəlsin 24F, bərabərdir 18D çıxılsın 30Y, üzərinə gəlsin 72XF. İndi soldan sağdan silinmələrə baxın. 30Y'lər gedər, 18D'lər gedər. Qalar 24F bərabərdir 72XF-ə. Buradan da F'lər ixtisar geçsin. X da bərabər 24 bölü 72. İxtisardan da qalar 1 bölü 3. 3-də 1, o da D variantında. 24-ə baxaq. Bu sağlanıyorsun. Millət, bu tip misallara fikir verin. Çox vaxt elə şəkil olaraq belə düşür. X vurulsun bir mötərizə, Y vurulsun başqa mötərizə sıfıra bərabərdirsə, elə bu parantezləri sıfıra bərabərləsəz bəsdir. 2M üstə gəlsin, çıxılsın 4. Niyəsinə getmirəm, 2 dənə hal yaranır. Birin bilmədiyimizə görə, naməlum olduğuna görə əmsallar gərək sıfıra çevrilsin. Digərdə M üzərinə gəlsin 2N, çıxılsın 8 bərabər 0. Bu sistemdən bizə nə deyir? MN cəmin tapın. Elə tərəf-tərəfə toplasaq olar. 3M üzərinə gəlsin 3N bərabərdir 12-yə. Bütün tərəfi də 3-ə bölürük. M plus N də olur 4. Yəni Y variantı. 25-ə getdik. Bu adi bildiyimiz sistem təlikdə hissə-hissə gəlin silinmələrinə yazaq. Məsələn, birinci ilə ikinciyə baxıb tərəf-tərəfə çıxanda B-lər gedir. Qalır A minus C bərabərdir -1. Sonra CD-ni də gətirib bunun altına düşsək, tərəf-tərəfə bir dəfə də toplayaq ki, C-lər getsin.
Qalsın A plus D bərabərdir 9. Birbaşa çıxdı. B variantı. 26. Evrensel kümənin içində yəqin ki, bir yazaraq 3 dənə element var. Bunları bir çəkək. A burada, B burada. Qoy başqa rənglə yazım, qarışmasın. Məsələn, bu B olsun. Bir dənəsi də C olsun. Bu da C küməsi. İndi bizə deyir ki, bunların birləşməsində ümumi 17 element var. A-nın içində 10 dənə, B-nin içində 8 dənə. Gəl kəsişmələrə hissə baxaq. A ilə B-nin kəsişməsində 4 dənə element var. A ilə B-nin kəsişməsi deyəndə biz buranı görürük. Elədir. Onda məsələn, mən bura x yazsam, bura olur 4 çıxılsın x. Ki, toplamı 4 dənə element olsun. Deyir ki, A ilə C-nin də kəsişməsində 4 dənə elementdir. A ilə də C-yə ortaq biz gördüyümüz hissə, baxın, bu hissədir. A ilə C-nin ortaq. Burada da 4 element olması üçün, deməli, buna da x yazım ki, x-dan 4 çıx x toplayanda 4 element yaransın. Sonra nə deyir? B ilə C-ni kəsişdirəndə 5 element var. B ilə də C-nin kəsişməsi, baxın burada, ümumilikdə 5 element olması üçün mən buraya yazmalıyam x plus 1. 2 toplayanda x-lər geçsin, 4 ilə də 1-in toplamı 5. Belə bir ifadəmiz oldu. Bizə də nə lazımdır? A, B, C. Üçünün kəsişmə hissəsi buradadır. Biz birinci x-i tapaq ki, sonra 4-dən x-i çıxarıq. İndi gələk. A-nın ümumilikdə 10 dənə elementi var. A-nın onda bu kənarına nə qalır? Ondan çıxanda 6 çıxılsın x olmalıdır. Sonra B-nin içində opşi 8 element varsa 4'ü gedəcək, qalacaq daha doğrusu 5'i gedəcək, burada qalır 3. Çıxılsın x kimi. Bir dənə də C-nin içində 9 element varsa C-nin aşağısına gələk. 5'i geçsə 4 çıxılsın x da burada. Bütün elementləri tarazladıq. Yəni deyir ki, toplamda 17 element varsa gəlin hamısının toplamını 17'yə bərabər eləyək. Deməli, A-nın içində 10 dənə element var idi. Buradan 10, elə bunu götürəm birbaşa. Üstə gəlinsin 3 çıx x, üstə gəlinsin x plus 1, üstə gəlinsin 4 çıx x. Bu toplam 17'yə bərabərdir. Buradan da tənlik həll eləyək. X-ların müsbəti mənfisi ilə gedər. 13, 14, 18 çıxılsın x bərabərdir 17. X-i də tapırıq 1. Bizə də bu kəsişməni istəyirdi. Kəsişmədə bu sarı hissə idi. Görürsünüz burası. Deməli, bu da bərabər 4 çıxılsın x-a, yəni 4-dən də 1 çıxanda 3 element olur. C variantı. 27'ye keçək. Buradan da yəqin ki, ortaq vuruq çıxardaraq ki, bir silinmələr geçsin. Məsələn, x-i çıxartsaq, qalır parantezdə x plus y, digərindən də mənfi 3'ü götürəndə x plus y bölü, aşağısı da x plus y-in zaten mötərizəsinin kvadratıdır. Bərabərdir 2x minus 6 bölünsün 3 qalır. Bununla hələ ki işimiz yoxdur. Sonra bu x plus y hissələrini təzədəndən götürürük. Ortaq vuruqdur. Qalır mötərizədə x minus 3 bölü x plus y-in mötərizə kvadratı bərabərdir. 2'ni də buradan ortaq vuruq çıxardaq. X minus 3 bölünsün 3 qalsın. İndi silinmələrə baxsaq x plus y-dən x plus y gedər. X minus 3-dən x minus 3 gedir. Qalır x plus y də bərabərdir 3 bölünsün 2. Bizə də nə istəyir tapmaq? Hə, elə x plus y-in ifadəsi. Oy. 3 bölü 2, 3 bölü 2. Y variantı. 28'e getdik polinom sorumuz. Bu iki polinom bir-birinə bərabərdirsə, birincisi millət. Gəlin belə bir şey eləyək. Bunların əmsalları A, B, C tək qalsın deyə belə bir şey istifadə eləyərəm. Gəlin aşağıda x-ların yerinə mənfi 1 qoyaq. İndi niyə deyəcəm? Baxın, bura A, çıx B, üstə gəlsinsə birbaşa tapılsın deyə. Onda Q-nün də içində x-in yerinə mənfi 1 qoyanda 2 plus 3 birbaşa yazaq. Q-nün içi 5 bərabər imiş. A, çıx B, üstə gəlsin C-yə. İndi bizə də deyir, axı, P-yə nə vermişsənsə Q-yə də eyni şey ver. Onda buradan da bir gəlin P5 yaradaq. P5 yaratmaq üçün də x-in yerinə 2 qoymalıyıq axı. 2 vur 2 üstə gəlsin 1-dən. Bu da olur 2'nin kvadratı üstə 4 vur 2 çıx 6. Yəni 4 üstə gəlsin 8 çıx 6. Bu da eləyər 6. Elədir. İndi P5 ilə Q5 də bərabərsə gəlib kənarda yazaram. P5 bərabər Q5-ə. Onda 6 da bərabərdir bu ifadəyə. A çıx B üstə gəlsin C. Birbaşa cavabımız çıxdı. C variantı. 29'da nə deyir? Yerinə qoyaq. Deyir P-ni 3'ə vur. Vuraq. Bərabərdir. 3 vurulsun P-nin cavabı.
3x kvadrat çıxılsın 5x plus 4. Üzərinə gəlsin 4 vurulsun q'nün cavabı mənfi 2x kvadrat. Üzərinə gəlsin x minus 1. Bu da bərabərdir. Vurub atsaq 3'ü 3'ə vursaq 9x kvadrat çıxılsın 15x. Üzərinə gəlsin 12. 4'ü vurub atsan 8x kvadrat. Üzərinə gəlsin 4x çıxılsın 4. 9x kvadratdan 8x kvadrat gedər x kvadrat. 15'dən 4'ü gedər çıxılsın 11x. 12'dən də 4'ü gedər plus 8. Belə bir ifadə axtaraq. C variantı. Keçdik 30'a. Evrensel kümənin alt kümələrdirsə. Yəni bunları çəkək. Bu A küməsi olsun, bu B küməsi. Bir dənə də bunları öz içinə alan belə bir evrensel küməmiz olsun. A'nın içindəkilər B'dən 4 dəfə çoxdur. Bunların için tam görmürük deyə gəlin x, y, z-dən işarə edirik. X, y, z elementləri olsun. Burada da bir k var. A'nın içində nələr var? X plus y bərabərdir 4 vurulsun B'nin içindəkilərə. Yəni y plus z-ə. Sonra aşağıdakına keçək. A kəsişmə B, y bərabərdir. A ilə B'nin birləşməsi buradır. Buradan kənarda qalan nə görürsən? İştirik həmişə kənarda K'ya. Bu da tamam. Aynı da A iştirik 50'ye bərabərdir. Yəni A'nın içindəkilər x ilə y üstə gəlinsin. A'nın x plus y ilə birbaşa yazın. A'nın içindəkilər x plus y üstə gəlsin. A'nın kənarındakılar nədir? Z ilə K. Bunu da cəmidir 50'ye bərabərdir. İndi gəlin buradan bir tənlik həll eləməyə çalışaq. Yuxarına atsaq x plus y bərabərdir 4y üstə gəlsin 4z. Aşağıda y bərabər k'nı burada yerinə qoyursan. X plus y üstə gəlsin z. Üstə gəlsin təzdən y bərabərdir 50'ye. Bizə də b iştirik üstünə bir də təzdən iştirik. B iştirik nə deməkdir? B'nin üstünü tut. X ilə k. Həmişə 2 iştirik olanda bir-birini silir. Qısası bu səndən b'ni istəyir. Yəni y plus z istəyir misal bizdən. Y ilə z istəyirsə, onda bir x-ları getməlidir. Gəlin görək, gedirmi? Tərəf-tərəfə çıxmaqdan bir şey vermir sanki. Bunu bir silsək. X-lar gedər, y-lər gedər. Yuxarıda qalar nə? 0 çıx z, çıx y bərabərdir. 4y üstə gəlsin 4z, çıxılsın 50'ye. Hə, bir tərəfə yığanda həll olur isə. Digər tərəfə yıxsaq 5y üzərinə gəlsin 5z bərabərdir 50'ye. Bütün sıranı da 5'ə bölürük. Y plus z bərabər 10'a. Misal da elə bizdən bunu istəyirdi. Y plus z, yəni 10 element. B variantı. Keçdik 31 geometrilərimiz. Burada bir M qaydası var. Hətta yarı ulduz qaydası var. M-ə görə nə demişdik? Baxın bu birinci M qaydasına görə. 3x, 3y-in cəmi bu 75'dir. Yazaq. 3x üstü 3y bərabər 75. 3'ə bölsək x plus y bərabər 25 tapırıq. Bir dənə də ümumi M qaydasına görə, bir saniyə düzəldim. Bir dənə də buradan M qaydası görsək alfaya görə 3x üstə gəlinsin y. Sonra üstə gəlinsin bu x plus 3y. Bunların toplamı bərabərdir bu alfaya. Bunu da hesablasaq yazarıq 4x üstə gəlsin 4y bərabərdir alfaya. 4'ü ortaq vuruq çıxardarıq. X plus y bərabər alfa. Cəmi varıq 25. Gətirib yazarıq 4 vurulsun 25 bərabər alfaya. Alfamız da çıxar 100 dərəcə. Yəni A variantı. Keçdik 32'yə. Dik üçgənimiz var. 2 dənə lap yaxşı. 90'dan nə çıxdı? Demir bizə. 2 var, 3 var. B'yi y'si bərabər. Birincisi muhteşem üçlü qaydasını görək. 90'dan median çıxanda bunun özü də bərabər olur 4'ə. Sonra yəqin ki YF-ni istəyir. YF-ni istəyib. Buradan da bir Pifagor tətbiq eləsək, 3'ün kvadratı üstə gəlinsin. 2 ilə 4'ün toplamı 6'nın kvadratı bərabərdir YF-nin kvadratına. O da 9, 36, 45 bərabərdir. Kök altdaya salsaq YF-yə. YF də bərabərdir. 9 vur 5'dən 3 kök 5 çıxar. A variantı. Keçdik 33'ə. Burada nə görürük? Birincisi Pifagordan 12 var FB. Baxın bu Pifagordan 5, 13'dən. Daha sonra bir bənzəri eləmək olar. 90 dərəcədir dikdörtgənin hər təpəsi. Bura alfa yazsam, yanına qalır 90 çıxılsın alfa. Elədir. Ümumisi 90 daxı. 90 alfa, onda burası da 90 çıxılsın alfa, yəni B bucağı.
YDS üçgənində də Y bucağının alfa dərəcəsi qalır 90 minus alfadan. Onda deyə bilərik ki, YDS üçgəni bənzərdir FBS üçgəninə. Buradan 90'ın qabağı 13, fikir verin. Burada da 90'ın qabağı 13. Əgər hipotenuzlar eynidirsə, onda katetlər də eyni olur. Burada alfanın qarşısı 12, burada da alfanın qarşısı 12'dir. 90 çıx alfanın qabağı 5-dirsə, bunun da 90 çıx alfasının qabağı 5'dir. Bizə də nə istəyirdi? X istəyirdi. X ilə 12 ilə eyni şeydir axı. X də bərabər 12 olar. Yəni A variantı. 34'ə baxaq. İkizkenar yamuk. Nə yaxşı? Yan tərəflərimiz eyni. Sonra nə verib? 20 var, 16 var. ABCD paraleldir, məlum məsələ. Gəlin birincisi belə bir şeylə. İkizkenar yamukda təpədən hündürlüklər gələndən sonra yan tərəfə eyni parçalar qalır. Yəni biz birincisi görün bu Pifagoru gedə bilərik. Birinci bu Pifagordan gedərik. 20'nin kvadratı çıxılsın 16'ın kvadratı. Bizə verməlidir BY-nin kvadratını. Elədir, Pifagoruna görə yazıram. Bərabərdir. 400'dən 256 gedir 144, o da 12'nin kvadratı. Sən demə burası olub 12. Sonra Evklid teoreminə görə 90'dan 90 çıxırsa bura bir x yazsaq, 12'nin kvadratı bərabərdir 16 vurulsun x. Gəlin bunu yazaq. 144 bərabərdir 16 vurulsun x-a. X-imiz də olur 9. Bu hissəni tapdıq. Bizə nə lazım idi? Perimetri çevrəsi. Perimetrdən də əvvəl nə iş görək? Biz bilirik ki, təpədən hündürlüklər gələndə yan hissələrin bölgüləri eyni olur. Yəni bura 9'dursa, buradan bura qədər də 9'dur. 16'dan da 9 gedər, ortaya qalar 7. Bu 7'dirsə üzbözü də 7'dir. Daha sonra bir dənə də Pifagor bu sağ tərəfdən gəlsin. 12'nin kvadratı 9'un kvadratı verər 15'i. Digər yan tərəfdə 15'dir. Onda perimetrdə bərabərdir. 15 üzərinə gəlsin 15, üzərinə gəlsin 7, üzərinə gəlsin oturacaq da bu 16 ilə 9'un cəmi 25'ə. 30 oradan 25, 7, 32 də buradan toplamı 62. Yəni C variantı. Getdik 35'ə, bucaqlardan söhbət gedir. Bizə lazımdır alfanı tapmaq. Birincisi, gəlin belə bir şeylə x, x deyək. Buralar da olsun y, y. İlk növbədə gördüyümüz bunun yan tərəfi 180 çıxılsın 2x. Digərində yan qonşusu 180 çıxılsın 2y olar. Burada bir dörtgen vardı. Bunun iç bucaqlarının açılarının toplamı 360'dır. Yəni yazmalıyıq 99 üzərinə gəlsin 63, üzərinə gəlsin 180 minus 2x, üzərinə gəlsin 180 minus 2y bərabər 360. Buradan da olar nə? 2x üzərinə gəlsin 2y bərabərdir. 180, 180 bu 360'ları aparar. 99'dan da 63'ün toplamı 9, 3, 2 buradan 162. Hər tərəfdə 2'yə bölsək x plus y bərabər 81. Belə bir bucaq yaranır. Daha sonra da bu üçgenin içinə baxırıq. Bunların da toplamı 180 olmalıdır axı. X plus y plus alfa bərabərdir 180 yazsaq. Buradan x plus y-in yerinə 81. 81 plus alfa bərabər 180'ə. Alfa da bərabər 99 dərəcə. Yəni C variantı. Keçdik 36'ya. Burada deyəsən kare ilə eşkenar dörtgen romb verib. Rombun bilirik ki, bütün tərəfləri eynidir. Yəni y'dən g'yə qədər məsafə 2'dirsə, burası da 2'dir. DS'si də 2'dir və digər GS'si də 2'dir. Bunları bildik. Və karenin də bütün tərəflərdə eynidir. Buralara da 2, 2 yazmaq olar. Bizə başqa nə istəyir? A'dan F'yə qədər məsafə. İndi biz bu rombun hər təpəsində 90 dərəcə yoxdur, amma karenin bir 90 dərəcəsi var. Burada bir 90'ı görürük. Burada dik yamuk yaranır. Fikir verin bu figura. Buradan belə bir dik yamukumuz yaranıb. Buradan hər halda biz FD-ni tapa bilərik. Necə taparıq? G-dən aşağıya doğru bir hündürlük endirək. Və o bir köçsün qabağa. Məsələn, buradakı yamuka baxsaq. O bir köçdü aşağı. 2'dən biri getdi 1. Bir dənə Pifagordan gəlib sol tərəfi hesablamaq olar. Yəni bu da nədir? 4'dən biri getsə qalır kökün altında 3. Onda DF məsafəmiz də kök altında 3'dür. Və biz bilirdik ki, ümumi A'dan D'yə qədər məsafə 2 idi axı. Onda AF bərabər olur 2 çıxılsın kökün altında 3. Belə də qalır. Hesablamada getməsin. D variantı. Sonra keçdik 37'yə. Burada qövslərlə işləyəcəyik yəqin ki. Arada bir 40 dərəcə var.
X-in söykəndiyi bu qövsə 2x yazaq. Y-in də söykəndiyi bu qövsə də 2y yazarıq. Sonra biz nə götürək? Buradan üçgənlərin verdiyi hissələri dəyişək. Yəni necə? Məsələn, buradan A-dan K-ya qədər birləşdirim. Bir də D-dən K-ya qədər birləşdirək ki, bir dənə üçgəndə buradan görək. Necə? 2x-a söykənən bir dənə daxilə çəkilmiş bucağımız x buradadır. Və eyni qaydada bu 2y-ə söykənən daxilə çəkilmiş bucaq y də buradadır. Və biz fikir versək ki, burada daxili bucaqlarının cəmi də 180 olan bir tənlik olacaq da yəqin ki. 40 dərəcə haran vermişdi bu ortanı? Bunun kənarlarını görürmüyük. Bunu yazandan sonra da uşaqlar gəlin bir dənə də bir ifadədən danışaq ki, diametrə söykənən bucaq düz bucaqdır. Məsələn, AB diametrini göstərirsə, buna buradan söykənən bucaq, fikir verin, burada bir dik açı var. Bura bütövlükdə 90 dərəcədir. Bu aradakı bunu silək, buradan bir 40 yazırıq. Baxın, burası 40-dır. Onda bu hissəsi 90 olması üçün 50 çatışmır. Eyni məntiqlə burada da belə bir dik üçgən yaradırıq. Böyük çemberdə C-dən D-yə qədər bir diametrdir, çapdırsa, onda diametrə söykənən, baxın bir dənə 90 dərəcəni burada yaradırıq. Yəni, burada 90 olması üçün, perpendikulyarlıq üçün 50 dərəcədə bura çatışmır. Onda biz nə edirik? Bunların toplamı 180 götürək. Fikir verin bu üçgənə. Yazarıq ki, x üzərinə gəlsin, y üzərinə gəlsin. 50, 50, 40, 140 bərabərdir 180-də. X plus y-imiz olur 40. Bizə də x plus y istəyirmiş. C variantı. Keçdik 38-ə. Burada bir paralel kenar var mı? Yox. AB bir çapdır. Burada paralellik var. YC ilə DB eyni şeydir. Biz gəlin belə bir şey danışaq ki, əgər bir vətər eynidirsə, ona söykənən qövslər də eyni olur. X-a söykənən hələ ki bunu görürük, 2x. Və bu vətər BD vətərinə uyğun daxilə çəkilmiş olsun deyə. Biz də bunu buradan çəksək. Burada bir 90 dərəcə yaranır. Eyni formada C-dən də A-nı birləşdirsək, burada da bir 90 dərəcə yaranır. Və belə məlumata gəlib çıxırıq ki, AC vətəri ilə DB vətəri eyni şeydir. Bu vətərlər eynidirsə, onda kəsdiyi qövslər də eyni olur. Bura 2x-dırsa, buna da 2x yaza bilirik. Bu hissəyə qalır 180 çıxılsın 4x. Bunu yazdıq da, sonra nədən istifadə edək? Burada bir bərabər yanlı üçbucağımız var. Buna fikir verin. İkizkənardır. Bu 50 dərəcə köçər bura 50, 180, bura qalır 80 dərəcə. 80, 90 bu hissəsi olar, 180 olsun deyə 10 dərəcə. Bizə də nə lazım idi? X dərəcəsi. X-a getmək üçün də vətərlə bu arada qalan bucaq lazımdır. Bu 10 dərəcə də bu arada deyil. 10 dərəcənin söykəndiyi qövsdə bu hissəsi 20 dərəcədir. 2x bərabər 20-dən. X da çıxar, elə təzədən 10 dərəcə. Yəni A variantı. Baxaq 39-a. Düz xəttlərimiz verilib. Koordinat müstəvisində B-nin apsisi nədir? İlk nələri görürük? Burada bir bənzərlik var əslində. Bir üçgən kimi görsək, fikir verin. Qum saatı kimi, kəpənək kimi deyək də. Burada bir üçgənlər var. 3 məsafəsi bura, 4 addım bura, 8 addım bura. Məlum məsələ Pifaqordan 5 çıxır və 4-ün 8-ə nisbəti, 3-ün 6-ya nisbəti. Bu hissəmizdə olar 10. Bizə də nə lazım idi? B-nin koordinatı. B də hazırdır. Bunu yenilirəm, bənzərlikdən yazdıq. 6 addım sola gedibsə, onda bunun x-i mənfi 6-dır, y də 0-dır. Niyə görə? X oxun üstündə deyə. B-nin apsisi tapırıq mənfi 6, D variantı. Keçək 40-cı sualımıza. Bir koordinat da buradadır. P nöqtəsinin AB doğrusuna uzaqlığı. P-dən AB-yə qədər bir məsafə lazımdır. Bizdən istədiyim məsafə budur. H deyil. Bunun bir düsturu vardı uşaqlar. Formulanı yazmazdan əvvəl biz birincisi bu AB düz xəttini ortaya çıxartmalıyıq. Necə? Buradan x-i 4, y-in də mənfi 4-dən kəsir. Yəni birinci yazmalıyıq x bölü 4 üzərinə gəlsin y bölü mənfi 4 bərabər 1. Bu bir format idi. Doğrusal fonksiyon üçün y bərabərdir kx plus b üçün. Bütün sıranı 4-ə vursaq, olar x çıxılsın y bərabərdir 4-ə, y bərabərdir x çıxılsın 4. Onda gəlib, elə bunun üstündə yazıram ki,
bir tərəfə yığıb yazsaq daha yaxşı olar. X çıxılsın Y çıxılsın 4 bərabər 0. Belə bir düz xəttimiz var. Düsturu da kənarda yazıram. Bu nöqtə ilə düz xətt arasındakı məsafənin düsturu buydu. H bərabər idi. Sürətdə A1 deyək də, A1 vurulsun X1, üstə gəlsin A2, B2 vurulsun. A1, B1 demək, elə AX, BX deyək. Deməli, A vur X, üstə gəlsin B vurulsun Y, üstə gəlsin C, bölünsün kökün altında A kvadrat, üstə gəlsin B kvadrat. Belə bir düstur vardı. AB dediyimiz şey də bu X-in Y-in əmsalıdır. Və X-Y dediyimiz şey də bu koordinatlardır. Onu da gətirib yazırıq ki, X-in əmsalı 1, vurulsun P-nin birinci koordinatı -2. Üstə gəlinsin, Y-in əmsalı -1, vurulsun P-nin ikinci koordinatı 6. Üstə gəlinsin bu C, yəni -4. Bir də bu moduldaydı. Modulunda yazaq ki, məsafə mənfi olmasın. Bölünsün. Aşağıda da kökün altında A kvadrat üstə B kvadrat, yəni 1-in kvadratı üstə gəlsin -1-in kvadratı. Bunu da hesablasaq, H da bərabərdir. Sürətimiz olur -2 çıxılsın 6 çıxılsın 4 bölünsün kökün altında 2. Bu da verər nə bizə? 8, 4, 12. Müsbət çıxır moduldan təbii ki. Kök 12, normal 12 bölü kök 2. O da ixtisar gedər, qalar 6 kök 2. Bu məsafə 6 kök 2 imiş. Yəni, Y variantı. Bu mövzunu da denəməni də burada bitiririk. Sağ olun yoldaşlar. Özünüzə yaxşı baxın. Çalışacağım ki, sabaha digər denəmələrdə yüklüyüm. Hələlik.